Hazırdır izah eləyək. Dostlar, gedib o ucuz qiymətə PlayStation 5 alırsa, dur ayağa da nə? Ağa kimi uzanmısan o. Deməli uşaqlar, PlayStation 5-in o Kitaydır, Yapondur, Çindir, hər hansısa bir versiyası da fərq eləmir. Gedib ucuz qiymətə alırsınız, fikirləşirsiniz ki, yəni burada Türkiyə akkaunt bu regionda, yəni bizim Azərbaycanda Türkiyə akkauntu açmaq olmayacaq. Yəni müştərimiz gətirmişdi PlayStation 5-in FAT modeli. Ola bilsin ki, münasib qiymətə alır. Bu kimi PlayStationlər bazarda çox ucuz qiymətə satılır normalda. Çünki burada qeydiyyatdan keçmək olmur, mümkündür. Biz bunu da bacardıq inşallah ki, Azərin köməkliyi ilə. Azər, loğalanma da. Nə dur ayağa da, nətər elədin sən can, nağardın, nətər elədin? Filfilonu zad denən görək. Yəni ki, dostlar, lazım olsa gətirin, bax həmin PlayStation 4'lər olsun, 5'lər olsun, Türkiyə akkaunt açırıq sizin adınıza, qeydiyyatdan keçirik və lazım olsa şəxsi akkaunt kartda əlavə eləyirik ora. Daha heç kimdən soruşmadan özünüz rahat şəkildə evdə oyunları alırsınız.